Ölkə ərazisinin əksər bölgələrində küləkli və yağıntılı hava şəraiti davam edir. Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, hazırda bəzi yerlərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 24 ms, Neftçala və Şəmkirdə 20 ms, Naftalanda 18 ms, Şahdağda 17 ms-də güclənib, dağlıq ərazilərə qar yağır. Yağan qarın hündürlüyü Şahdağda 9, Qaxda, Sarıbaş 5, Qusarda, Laza 4, Qrızda 3, Xınalıqda 2, Daşkəsən və Xaltanda 1 sm-dir. Düşən yağıntının miqdarı isə Zaqatalada 72, Balakəndə 50, Şəkidə 40, Şəmkirdə 25, Tovuzda 24, Gədəbəydə 21. Gəncədə 18, Oğuzda 17, Göygöl və Qəbələdə 15, Bakıda və Abşeron yarımadasında 8, Quba, Sabirabad, Lerik, Qobustan və Şahbuzda 5, Ağstafa, Yardımlı və Lənkəranda 4, Mingəçevir, Beyləqan, Goranboy, Cəfərxan, Ceyrançıl və Şərurda 3, Tərtər, İmişli, Sədərək və Culfada 2, Yevlax, Göyçay, Kürdəmir, Ağdam, Şuşa, Laçın, Xocalı, Füzuli, Kəlbəcər, Astara, Naftalan, Şabran, Ordubad və Naxçıvanda 1 mm-dir. Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 6, Naxçıvanlıda 7, Aran rayonlarında 8 dərəcəyədək isti, dağlıq rayonlarda 7 dərəcəyədək şaxta qeydə alınıb.